Hə, baxın, elə bil ki, qan qruplarında deyirik ya ki, misal üçün 4-cü qan qrupunda eritrositlərində aglutinogen A-sı, B-si var. Amma plazmasında heç nə yoxdur. Plazmasında. Bax, buranı da plazma ilə mavi rəngdə plazmasına götürək. Bunun aglutinin anti-A-nı alfa ilə işarə eləmişəm, anti-B-ni də beta ilə işarə eləmişəm ki, yəni qarışdırmayaq. Çünki anti-A, anti-B yazanda biraz işimiz uzun olar. İndi deyir ki, formalı elementinə görə qan köçürmə olsun. Bax, qırmızı rəngdə olan hissəyə görə baxıram qanın köçürülməni. Misal üçün, mən 4-cü qan qrupunun eritrositlərini köçürtsəm 2-ci qan qrupuna. Hə, bunda da A var, bunda da B var, düzdürmü? Amma bunun A'sı var, bunun da A'sı var. Amma bunun B'si yoxdur axı burada. Bu B'ni bura köçürsəm getdi. Olmayan bir şey gəldi bunun tərkibinə. Deməli, 4-cü qan qrupunun eritrositlərini, formalı elementlərini, qan hüceyrələrini, nə deyirəm deyim, bunu buradan bura köçürdə bilmirəm. Sonra, misal üçün, indi 2-ci qan qrupunu, bunun neçənci qan qrupudur? Bu 3-dür, düzdür? 2-dən 3-ə qan köçürtmək istəyirəm. 2-dən 3-ə qan versəm, bunda A-dır. Eritrositində A var. Amma bundakı B-dir. Olmur axı, gərək eyni şeyləri köçürdəm. Sonra, indi baxıram, bu 1-ci qan qrupudur məndə. 1-ci qan qrupunun qanında, eritrositlərində nə A var, nə B var. Bax, bunu burada töksəm, bunun B-sinə təsir eləmir. Heç nə yoxdur axı, o birisi eritrositlərin belə deyək də, üstü boşdur. Nə A-sı var, nə B-si, buna mane olmur. Bunu bura versəm, yenə də bunda A, B var, amma bunda yoxdur. Yenə mane olmur. Bir problem yaratmır. Burada keçdi. Ona görə də 1-ci qan qrupunun formalı elementlərini bütün qanlara verə bilirəm. Bütün qan qruplarına verə bilirəm. Bu da niyə görədir? Eritrositində A-sı, B-si olmadığına görə. Bu nəyə oxşayır? Elə bil ki, şirin çay eləmişəm, üstünə su tökürəm, çayım çox şirin olur. Duzlu su eləmişəm, duzum çox idi, su tökdüm, duzun elə bil aşağı salım. Bax, bunu belə fərz eləyin. A-sı, B-si yoxdur. Aglutinogen A-B olmadığına görə bunu istənilən qan qrupuna verə bilərik. İndi gəlin plazma işinə baxaq. Bu dəfə, misal üçün, formalı elementlərini yox, indi plazmasından danışaq. Misal üçün, 4-cü qan qrupunun plazmasında heç nə yoxdur. Plazmasında. Bunun eritrositindən işim yoxdur, ha, ancaq plazmasını götürmüşəm. Bunu bura versəm, töksəm belə deyirəm, sözə bir bax. İndi bu 4-cü qan qrupunu 2-ci qan qrupuna versə, veririk, baxırıq ki, bunun plazmasında heç nə yoxdur, amma bunda bir dənə betası var, yəni anti-B-si var. Buna heç nə olmayacaq. Elə bir əlavə su tökmüşəm bura, fərz elə. Belə kobud şəkildə desəm. Aydın oldu indi? Başa tuttum. Uşaqlar, hamınızda aydın oldu? Bəli, ona görə də mütləq şəkildə, bax, özünüzdə, beyninizdə bunu, yəni, canlandırmağa çalışın ki, qan qruplarının köçürülməsində biz normalda formalı elementlərinə görə, yəni o aglutinogenə görə danışırıq. Bəzən gələr elə bir sual verər ki, plazması ilə bağlı olar, onda da mütləq nəzərə almalıyam ki, ya plazmada heç nə olmamalıdır, 4-dəki kimi hamısına plazma köçürülə bilsin, ya da köçürdüyümdə uyğunluq olmalıdır. Mütləq ki, uyğunluq olmalıdır. Misal üçün, bax, 2-nin qan plazmasını mən 1-ə köçürdə bilərəm. 4-ü 1-ə köçürdə bilərəm. 3-ü köçürə bilərəm. Burada sadəcə alfası artacaq, beta olduğu kimi qalır. 2-ni köçürdəcək olsam, bunun betası artır, alfası qalır. Burada ümumiyyətlə heç nə olmadığına görə yenə. Ona görə də mütləq bunu nəzərə alırıq. Aydın oldu. Yəni, yalnız burada cavab 1 oldu da, 1-in köçürdüyü. İndi baxaq testimizə. Aha, indi bax, dediyimiz kimi, tutaq ki, 2-ci qan qrupunu köçürdürəm
Üçüncü qan qrupuna. Məsələn, plazmasını lap köçürtmək istəyirəm. İkinci qan qrupunda anti-B-dir. Üçüncü qan qrupunda anti-A-dır. Olmayan bir şey gəldi. Olmayan bir maddə. Bu olmamalıdır bunun qanında. Onda aglütinasiya baş verir. Aydın oldu? Bəli. Oldu. Bəli. Aha. Davam eləyək.